Dəyərli TikTok, Instagram və YouTube kanalımın izləyiciləri, hər birinizi salamlayıram ayrı-ayrılıqda. Tez-tez verilən suallardan birini səsləndirəcəm. Tez-tez verdiyiniz suallardan biri də budur. Nə səbəbdən eyni tarixdə və ya eyni ayda, eyni bürcdənik, amma kiminsə işi düz gedir, mənim işim düz getmir və yaxud mən də onunla eyni gündə doğulmuşam, onda artıq hansısa nailiyyətlər həyatda baş verir. Amma mən də hələ də geridəyəm. Bu kimi suallar verirsiniz bəzən və bu da normal haldır. Bunları mən sizin üçün açıqlamaq istəyirəm. Hər bir insan, yəni xərçəng bürcləri, əqrəblər olsun, qızlar olsun, şir bürcləri, aslan bürcləri fərq etmir. Hər birimizin doğum tariximiz bizim pasport şifrə nömrəmizdir və hər birimizin doğum tarixində, yəni şirlər, əqrəblər, qızlar. Bu şirdirsə hamıda eyni şey olmur. Bu əqrəb isə hamıda eyni şeylər olmur. Çünki bizim doğum tariximizin günümüz var. Günlər də müxtəlif olur, aylar, illər. Biri xoruz ili olur, biri əjdaha ili. Yəni bunu da nəzərə almaq lazımdır. Və bir də hər bir insanın lap eyni gündə doğulmuş da olsa belə, eyni saatda, eyni gündə, eyni ayda, eyni ildə doğulmuş da olsa, lap eyni xəstəxanada belə doğulmuş olsa belə, hər bir insanın bir ailəyə düşməyi var. Bir ailədən aldığı tərbiyə var, mədəniyyət var, bir ailədən aldığı təhsil var. Bilirsiniz, elm, təhsil böyük rol oynayır insan həyatında. Elə insan var ki, çox kasıb bir ailədə böyüyür, amma çox çətinliklə oxuyur, bir yerdə işləyir. Elə insanlar da var ki, çox imkanlı ailədə doğulur, amma sonu nə olur? Diplomu da olsa belə, ya işləmir, ya məsəl üçün çox pis vərdişlərə qoşanır, ya da ki, ümumiyyətcə işləmir, gözləyir hamı ona versin,